Salam, axşamınız xeyir. Uzun bir aradan sonra yenidən sizinləyəm. Yenə hər zamanki kimi faydalı bir mövzuyla gəldim. İnşallah ki, bu mövzuda digər mövzular kimi sizə yararlı və faydalı olar. Bugünkü mövzumuz Canva ilə pul qazanmaqdır. Əminəm ki, böyük bir hissəniz Canva ilə pul qazanmaq haqqında məlumatı yoxdur. Ona görə də bu mövzu haqqında istədim sizə video çəkəm. İnşallah ki, yararlı olar. Çünki hal-hazırda ən əsas proqramlardan biridir Canva və istər sosial şəbəkədə səhifə açıb Canva ilə pul qazana bilərsiniz, istər xarici saytlarda düzəltdiklərinizi sata bilərsiniz. Həmçinin istənilən sosial şəbəkədə paylaşaraq pul qazana bilərsiniz, müştəri cəlb edə bilərsiniz, müştəri ətrafı yığa bilərsiniz. Həmçinin Facebook, Telegram kanallarına qoşularaq satış kanallarına orada da paylaşıb müştəri cəlb edə bilərsiniz. Yəni bir çox sahələrdə və bir çox platformalarda siz öz bacarıqlarınızı nümayiş etdirib müştəri cəlb edə bilərsiniz. Sadəcə kiçik bir məbləğ ilə mən sizə bunların hamısını öyrədəcəm. Canvada ilk başda CV-lərin hazırlanmasını öyrədəcəm sizə. Bilirsiniz ki, bizə ən vacib olan şeylərdən biri də CV-dir. Çünki biz istənilən bir yerə iş üçün müraciət edəndə bizdən ilk növbədə CV istəyirlər, CV tələb edirlər. CV də professional şəkildə hazırlanmalıdır və cəlbedici görsənməlidir ki, qarşı tərəfi də cəlb edə və müsbət nəticə ilə siz geri qayıda biləsiniz. CV-dən əlavə mən sizə sosial media postlarının hazırlanmasını, əsasən də loqoların hazırlanması, siz bilirsiniz ki, loqolar çox vacibdir. Çünki hər bir şirkətin, hər bir brendin özünün loqosu olur və bu loqo çox vacibdir. Hal-hazırda ən çox tələbat loqoda var. Mən sizə istər sadə loqo, istərsə də daha professional şəkildə loqolar öyrədəcəm. Həmçinin vizit kartların düzəldilməsi, onlayn dəvətnamələrin düzəldilməsini də mən sizə öyrədəcəm. Loqolarla birlikdə onlayn dəvətnamələr də çox məşhur və satışı bol olanlardan biridir. Hal-hazırda da çox istifadə oluna bilirsiniz ki, qarşınıza mütləq şəkildə çıxmışdır. Hər hansı bir nişandan, istər xına yaxud hər hansı bir məclisdən əvvəl bütün demək olar ki, blogerlərin səhifəsində siz görmüş olarsınız. Və ona görə də bu da çox satış tələb edir. Mövzular hamısı video şəklində olacaq və siz istənilən yerdə, istənilən zaman açıb yenidən onlara baxa bilərsiniz və istənilən zaman mənə yazaraq əlavə suallarınızı da verə bilərsiniz. Sadəcə az bir məbləğ ayıraraq siz bu dərsləri əldə edə bilərsiniz.